Salam cənab treyderlər və investorlar. İnformasiya və analitik xidmət sizinlədir Guru Markets. Korporasiya üçün ümumi məlumatlarla başlayaq. Aşağıda hər bir göstəriciyə daha ətraflı baxacağıq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün göstəricilərini daha diqqətlə öyrənməyi təklif edirik. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Movado Group, Inc. ticker MOV. Baxış o vaxtki məlumatlara əsaslanırdı. 27 mart 2025-ci il. Təsnifata görə Guru Markets Korporasiya Movado Group, Inc. alt kateqoriyaya aiddir. Clotes müqayisədə 87 şirkət iştirak edir ki, bu da çox təmsilçidir. Videonun sonuna doğru son həll yollarına baxın. Şirkət üçün ümumi nəticə 10 baldan 7,5 bal. Alt kateqoriya üzrə orta qiymət 0,7 bal. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Qeyd edə bilərik ki, bütövlükdə ABŞ fond bazarı üzrə orta nəticə 1,9 baldır. Dan 7,5 xalla qarşı Movado Group, Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etmək. Movado Group, Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. Movado Group, Inc. mənfi 33,6% dəyişmə göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı mənfi 2,1%. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin bu fakt nəzərə alınmalıdır. Şirkətin bazar kapitallaşması. Movado Group, Inc. 0,28 milyard dollardır. Və alt kateqoriyanın bazar kapitallaşması 526 milyard dollardır. Movado Group, Inc. 0,53% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,35 milyard dollar həcmində qiymətləndirilir. 101 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Movado Group, Inc. %0,35 pay təşkil edir. Birjanın işğal olunmuş səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay. Movado Group, Inc. alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirilərkən 0,53% təşkil edir. Balans dəyəri 0,35% təşkil edir. Bu da bazar dəyərinin payından 560% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan təşkilatın borcları 0,71 milyard dollar təşkil edir. Balansın kapitallaşdırılması üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 20,3%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə bal yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 11,6-dır. Alt kateqoriya üzrə orta göstərici isə 23,4-dür ki, bu da alt kateqoriyadan 50% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 24 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 34 milyon dollar olacağı gözlənilir. İndikindən 42,7% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,4-dür. Alt kateqoriya üzrə orta göstərici 1,4-dür ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 71% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bazar dəyərinin gəlir göstəricinə görə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 660 milyon dollar olub.
Növbəti 12 ay ərzində gələcək gəlirin $940 milyon olacağı gözlənilir. Ki, bu da indikindən 42% çoxdur. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək satış göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 3,6%, alt kateqoriyada isə orta hesabla 5,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2,2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə gəlirliliyin qiymətləndirilməsi, dözümlü 0 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,9% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 70% çoxdur. Bu fakt təşkilatın bazar dəyərindəki balanssızlığı əks etdirir. Movado Group, Inc. yəqin ki, qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $179.000. Alt kateqoriya üçün isə $307.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 41,7% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəət $15,4 min. Alt kateqoriyada orta $13,2 min. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 17%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən satış payı $425 min. Alt kateqoriyaya görə $227 min. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 87%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin payının qiymətləndirilməsi yaxşı 0,5 bal. Satışa çıxarılan səhnələr %4,4, alt kateqoriya üzrə orta hesabla 4,9% təşkil edir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Göstərici RSI 14 şirkət üçün %41 səviyyəsini göstərir. Movado Group, Inc. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 42% təşkil edir. Texniki cəhətdən alt kateqoriyalı qiymətli kağızlar şirkətin səhnələri ilə eyni şəkildə qiymətləndirilir. Movado Group, Inc. Şirkətin səhnələrinin faktiki qiyməti təxminən $17,68. Şirkətin səhnələri üçün konsensus qiymət hədəfi təxminən $31,51. Cari təxmin və konsensus proqnozunun dinamikası təxminən 78%dir. Sifarişlər cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və pulsuzdur. Link bağlanmış şərhdə. Qiymətləndirmə nəticəsində Movado Group, Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru, Markets aşağıdakı qərar qəbul edildi. Səhm başına 17,67 qiymətində artım üçün ticarət açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olduğu üçün açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodologiyasından, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 19,2 səviyyəsində müəyyən edilmişdir. Stop loss 16,14 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 26 aprel 2025-ci il tarixində keçirilən ticarət sessiyasının nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, TDWP, balanslaşdırıcı satış sifarişi olacaq. Balanslaşdırma qaydası ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb.
Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş cari qiymətə bağlanır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hər kəsə təşəkkür edirəm. Guru Markets